Bütün dünyanı bürüyən dəhşətli tufan. Bu, insanlıq tarixində cəmi bircə dəfə olub. Bəs bilirdinizmi ki, biz əslində Nuh Peyğəmbərin nəslindənik? Peyğəmbərlərin tarixi seriyamızın 7-ci bölümündə bunları öyrənəcəyik. Bismillahirrahmanirrahim. İllər keçdi və Nuh aleyhisselam Uca Allahın ona xəbər verdiyi əlaməti gözləyirdi. O, vaxt aşırı gedib təndirə baxır, oradan suyun çıxıb çıxmadığını yoxlayırdı. Nəhayət o gün gəlib çatdı. Yer üzündəki bəşəriyyət böyük bir vədin astanasında idi və dəhşətli bir hadisə baş verdi. Adəm aleyhisselam öz övladlarını bu hadisədən xəbərdar etmişdi. 10 əsr boyunca insanlar belə bir hadisənin baş verəcəyini gözləyirdilər. Lakin heç kim bunun məhz indi baş verəcəyini bilmirdi. Təndir çatladı və su fışqırmağa başladı. Nuh tələsdi və heyvanların gəmiyə mindirilməsini əmr etdi. Heyvanların və canlıların çoxluğunu siz özünüz də təsəvvür edə bilərsiniz. Deyilənə görə bu gəmi 3 mərtəbəli idi. Aşağı mərtəbə ən böyüyündən ən kiçiyinə qədər heyvanlar üçün ayrılmışdı. Qoyunlar, inəklər, aslanlar, atlar və bütün heyvanlar bir erkək və bir dişi olmaqla. Üst mərtəbə bəlkə də uçub gedən və yenidən qayıdan quşlar üçün idi. Orta mərtəbə isə Nuh da daxil olmaqla iman gətirənlər üçün idi. İnsanlar maraq içində idilər. Nə baş verir? Nuh niyə yoldaşları ilə o gəmiyə mindi? Və bu heyvanları niyə özü ilə apardı? İnsanlar toplaşıb soruşdular. Sən nə olub? Dəli olmusunuz? Nə yağışın, nə də dənizin olmadığı bir yerdə gəmiyə mindilər. İnsanlar Nuhun aleyhisselam etdiklərinə heyrət edirdilər. حتى إذا جاء أمرنا وفار التنور قل نحمل فيها من كل زوجين اثنين وأهلك إلا من سبق عليه القول ومن آمن وما آمن معه إلا قليل. O möminlərə gəmiyə minməyi əmr etdi. Gəmiyə minərkən Allahın adını zikr edin. Bismillah, minin. وقال اركبوا فيها بسم الله مجريها ومرساها إن ربي لغفور رحيم. Onlar gəmiyə minəndə və insanlar onlara tamaşa edəndə qəfildən Uca Allahın vədi gerçəkləşməyə başladı. Göy üzündən yağış yağmağa başladı. Amma adi yağış deyil, şiddətli bir leysan. Yağış göydən sanki vedrə ilə su tökülürmüş kimi yağırdı. Sanki bir şəlalə idi. ففتحنا أبواب السماء. Sanki göy açılan bir qapı idi. ففتحنا أبواب السماء بماء منهمر. Su yalnız yuxarıdan gəlmirdi, həm də aşağıdan qaynayırdı. وفجرنا الأرض عيونا. Bu necə də dəhşətli mənzərədir. Mənə bunun insanları boğan tsunamiyə və ya güclü yağışa bənzədiyini deməyin. Bu, adi bir daşqın deyildi. Bu tufan yer üzündə yalnız bir dəfə baş verib. Göy açıldı, su töküldü və sonra da yer yarıldı. ففتحنا أبواب السماء بماء منهمر وفجرنا الأرض عيونا فالتقى الماء على أمر قد قدر وحملناه. Biz onu daşıdıq. Gəmi yüksəldi. وحملناه على ذات ألواح ودسر. Allah. O gün qurtulanlardan olmaq necə də böyük bir şeydir. İnsanların halını təsəvvür edin. Onlar qaçmağa başladılar. Əvvəlcə yağışdan qorunmaq üçün evlərinə sığındılar və bunun onları qoruyacağını zənn etdilər. Su yüksəlməyə başlayanda damlara çıxdılar. Suyun evlərin üzərindən aşdığını gördükdə qaçmağa və fəryad etməyə başladılar. Dağlara tərəf getdilər. Hamısı dağlara tərəf yönəldi və elələr var idi ki, ora çatmamış boğuldular. Çata bilənlər dağlara sığındılar. Hətta bəziləri övladlarını belə geridə qoydular. Ana
özünü xilas etmək üçün qaçarkən övladını boğulmağa tərk edirdi. وهي تجري بهم في موج. O gün dalğalar dağlar qədər yüksəlirdi. Dəhşətli bir mənzərə. Həqiqətən də bu dəhşətli bir görüntü idi. Gəmidəkilərdən başqa heç kim xilas ola bilmədi. İnsanlar isə bağırır və fəryad edirdilər. وهي تجري بهم في موج كالجبال. Nuh peyğəmbərdə o an atalıq hissi üstün gəldi. O dərhal oğulları Sam, Ham və Yafəsdən soruşdu. Qardaşınız hardadır? Qardaşınız Yam və ya Kənan hardadır? Onlar dedilər, ata, o bizimlə gəmiyə minmədi. O, oğlunun ona inanmadığını bilirdi. Buna görə də onu axtarmaq üçün gəminin üstünə çıxdı. Kimi axtarırdı? İnsanlar boğulduğu, qışqırdığı və dağlara qaçdığı bir vaxtda o oğlunu axtarırdı. Oğlum, oğlum, hardasan? Həmin anda Nuhu təsəvvür edin, Allah artıq ona bu məsələnin hökmünün verildiyini bildirmişdi. Hər şey bitib ey Nuh. Lakin o, oğlunu axtarmağa davam edirdi. Oğlum, oğlum. O oğlunu gördü. Oğlu da atasını gördü. Oğlu qaçırdı, hara gedirdi? O bir dağa tərəf qaçırdı. يا بني يا بني اركب معنا. Onun minə bilməyəcəyini bilsə də, lakin atalıq hissi öz sözünü deyirdi. يا بني اركب معنا ولا تكن مع الكافرين. O elə düşünürdü ki, bəlkə oğlunda bir iman izi, bəlkə qəlbində kiçik bir inanc qırıntısı, bəlkə fitrətindən nəsə qalıb və bəlkə Allah onu qəbul edər. Oğlum gəl, elə hey onu çağırırdı və gəmiyə minməsini istəyirdi. Ancaq artıq hökm verilmişdi və salam. قال سآوي إلى جبل. Dedi ki, ata, mən bir dağda sığınacaq tapacağam. سآوي إلى جبل يعصمني من الماء. Nuh nə cavab verdi? Ey oğlum, لا عاصم اليوم لا عاصم اليوم من أمر الله إلا من رحم. oğlum ağlını başına yığ. Bu Allahın əzabıdır. Bu sadəcə su deyil. Bu nazil olan bir cəzadır. Bugün Allahın mərhəmət etdiklərindən başqa onun əmrindən heç kəs qoruya bilməz. Ata ona səslənərkən oğlu dağa tərəf qaçırdı. Nəhayət su dağların zirvəsinə aşdı. Və oğlu atasının gözü qarşısında boğuldu. وحال بينهما الموج وحال بينهما الموج فكان من المغرقين. Bu Nuh aleyhisselam üçün bir faciə idi. Lakin bu Allahın qədəri idi. İman və küfür oğul ilə atanı bir-birindən ayırdı. Gəmi bir müddət o coşqun dalğaların arasında üzdü. Yağış isə 40 gün boyunca yağmağa davam etdi. Şəhər və onun içindəki hər kəs yox oldu. Hətta dağlar belə görünməz oldu. Su dağlardan daha yüksəyə qalxdı. Yağış isə hələ də yağırdı. Nuhun gəmisi isə suların içində idi. İman gətirənlər isə uca Allaha həmd edirdilər. فإذا استويت أنت ومن معك في الفلك فقل الحمد لله الذي نجانا من القوم الظالمين. Yer üzünün bütün insanlarını tufan bürüdü. Və o vaxt yalnız o gəmidəki insanlar qaldı. Bu Nuhun duası idi. O söyləmişdi: Ey Rəbbim, yer üzündə bir nəfər də olsun kafir qoyma. Hər şey onların gözü qarşısında parçalandı, yerlə yeksan oldu. Nuh və gəmidəki möminlər isə uca Allaha dua etməyə davam etdilər. Yağış kəsildikdən sonra aylarla bu gəmidə qaldılar. Gəmi onları yer üzü boyu daşıyıb Məkkəyə qədər apardı.
Allahın əmr etdiyi yerə doğru 6 aydan çox irəlilədilər. وقل رب أنزلني منزلا مباركا وأنت خير المنزلين. Onlar gəminin sahilə yan alması və inəcəkləri yerin bərəkətli olması üçün Allaha dua edirdilər. Lakin bu vəziyyət 1 ay, 2 ay davam etdi və heyvanlar da onlarla birlikdə idi. Bəzən bu heyvanlarla bağlı problemlər yaranırdı. Bu, Nuh və möminlər üçün böyük bir problem idi. Lakin Allah onları qorudu. Nəhayət, təyin olunmuş vaxt 6 ay, 10 günü keçdi. Sonra Nuh aleyhisselam quru yerin olub-olmadığını dəqiqləşdirmək üçün bir göyərçin göndərdi. Göyərçin göndərdi və o, ağzında bir zeytun yarpağı ilə qayıtdı. Beləcə o, yer üzündə hələ quru yer olmadığını anladı. Sonra ikinci və üçüncü dəfə göndərdi. Bu dəfə göyərçinin ayağında palçıq gördü və bildi ki, yer qurumağa başlayır. Yer öz suyunu udmağa başladı. وقيل يا أرض ابلعي ماءك ويا سماء أقلعي وغيض الماء وقضي الأمر. Tufan suları çəkildi və hökm yerinə yetirildi. Gəmi İraqda Cudi adlı bir dağın üzərində dayandı. واستوت على الجود وقيل بعدا للقوم الظالمين. Möminlər qurtuluşun yaxın olduğuna sevindilər. Lakin hələ ki gəmidən enməmişdilər. Buna baxmayaraq torpağın qurumağa başlamasına və gəminin lövbər salmasına şad oldular. Bu deməkdir ki, xilas yaxındır və torpaq tədricən quruyacaq. İnsanlar sevincli idilər və o anda Nuh aleyhisselam əllərini göyə qaldırıb dedi: ونادى نوح ربه. Hətta indi 6 aydan çox vaxt keçdikdən sonra Nuhun nə istəyəcəyini bilirsinizmi? O, oğlu üçün şəfaət diləyəcək. ونادى نوح ربه فقال رب إن ابني من أهلي. O, mənim bir parçamdır Rəbbim. O hələ də mənim oğlumdur. إن ابني من أهلي وإن وعدك الحق. Bəli, sənin dediklərin haqdır ey Rəbbim. Zalımlar barəsində mənə müraciət etmə. Vədi haqdır. Qövmündən artıq iman gətirənlərdən başqa heç kəs iman gətirməyəcək. Vədi haqdır. إن ابني من أهلي وإن وعدك الحق وأنت أحكم الحاكمين. Uca Allah Nuh'a cavab verdi. قال يا نوح إنه ليس من أهلك إنه عمل غير صالح. Hər şey bitdi ey Nuh. İman gətirmədiyi üçün onu nə oğlun say, nə də öz qövmündən hesab et. Ata, ana, oğul, əmi və ya bizə ən əziz olan insanlar olsalar belə, fərq etməz. İman və küfür insanları bir-birindən ayırır. Ey Nuh, o sənin ailəndən deyil, çünki o pis bir iş görmüşdür. فلا تسألني ما ليس لك به علم إني أعظك أن تكون من الجاهلين. O an Nuh ayıldı, Uca Allahdan bağışlanma dilədi və bu duasına görə uzun illər ağlamağa davam etdi. Yalnız bu istəyinə görə. Nuh uzun illər boyu ağlamağa və Uca Allahdan bağışlanma diləməyə davam edərək deyirdi: قال رب إني أعوذ بك أن أسألك ما ليس لي به علم وإلا تغفر لي وترحمني أكن من الخاسرين. Bir müddət sonra yeryüzü qurudu. Burada Uca Allah Nuh'a və yanındakı möminlərə, heyvanlara və quşlara gəmidən enməyə icazə verdi. Onlar daxilində möminlərdən və tövhid əhlindən başqa heç kimin olmadığı yer üzünə qayıtdılar. قيل يا نوح اهبط بسلام
السلام اهبط بسلام منا وبركات عليك وعلى ممن معك وأمم سنمتعهم ثم يمسهم منا عذاب أليم. Bu o deməkdir ki, insanlar yenidən küfrə və şirkə qaydacaqlar və əzab onlara yenidən gələcək. Nuh aleyhisselam və çox az sayda olan möminlər tufanın məhv etdiyi o şəhərə indilər. Orada nə bir canlı qalıb, nə bir bulaq axır, nə də bir səs eşidilirdi. Hamısı həlak olmuşdu. Hamısı məhv olmuşdu və onlardan heç bir iz qalmamışdı. Yer üzündə yalnız Nuh və yanındakı möminlər, tövhid və iman əhli qalmışdı. Onlar yer üzünü yenidən inşa etməyə başladılar. Nuh aleyhisselam və iman əhli o vaxt oğulları ilə birlikdə Məkkədə həcc ziyarətini yerinə yetirdilər. Bir müddət keçdi və onun ölüm vaxtı çatdı. 950 il qövmünü dəvət edən Peyğəmbərin və Rasulun ölümü. Artıq ölüm anı gəlmişdi. Ondan soruşdular, ey Nuh, yaşadığın bu ömrü necə görürsən? O dedi, o iki qapılı bir ev kimidir. Bir qapıdan girdim, digərindən çıxdım. Bunu bu qədər uzun əsrlər yaşayan biri deyir. Bir qapıdan girib, digərindən çıxdığını söyləyir. Ölümü yaxınlaşanda iman gətirmiş 3 oğlunu yanına çağırdı. Sam ən böyüyü idi. Sonra Ham və Yafes. Onlara nəsihət etməyə başladı və ilk nəsihəti tövhid, yalnız Allaha ibadət etmək oldu. Çünki qövmü arasında şirk baş vermişdi. Buna görə də oğulları üçün qorxurdu və onlara tövhidi vəsiyyət etdi. Onlara dedi, ey oğullarım, əgər göylər, yer və onların arasındakı hər şey tərəzinin bir gözünə, la ilahə illallah isə digər gözünə qoyulsaydı, la ilahə illallah onlardan ağır gələrdi. Həmçinin onlara dedi, əgər göylər və yer bir halqa olsaydı, la ilahə illallah onları parçalardı. O, Allah onu huzuruna aparana qədər onlara tövhidi və uca Allaha ibadəti xatırlatmağa davam etdi. وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ وَجَعَلْنَا ذُرِّيَّتَهُ. Onun nəsli kimdir? Onlar 3 nəfərdir. وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ. Necə? Ey Rəbbim, orada olan bütün möminlərin nəsilləri davam etmədi. Onların soyları kəsildi. Yalnız Nuhun 3 oğlu, Sam, Ham və Yafesdən olan nəsillər qaldı. Bəşəriyyət onlardan törəyib çoxaldı. Həqiqətən də sən və mən əcdadlarımızdan birinin, ya Samın, ya Hamın, ya da Yafesin nəslindənik. Nuh aleyhisselam əlbəttə ki, bizim atamızdır. Çünki bütün bəşəriyyətin soyu kəsildi və yalnız Nuhun nəsli qaldı. وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ سَلَامٌ عَلَى نُوحٍ فِي الْعَالَمِينَ إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ. Bu qissə, hekayə nə qədər də möhtəşəmdir. Yer üzü əhli bir müddət iman və tövhid üzərində qaldı. Onlar müxtəlif bölgələrə dağıldılar. Hər bir oğul bir yerə getdi. Orada çoxalıb artdılar. Bəs o insanlar tövhid üzərində qaldılarmı? Xeyr. İblis yenidən onlara qayıtdı və onları təkrarən şirkə sürüklədi. Lakin uca Allah növbəti qissə, hekayəni bizə hansı ümmət haqqında danışacaq?